Verilişin baş sponsoru Chevrolet avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi Performans Center şirkətidir. Verilişin rəsmi dəstəkçisi 65155 zəng və 8155 SMS yol məlumat xidmətidir. Verilişin rəsmi sponsoru Q8 mühərrik yağlarıdır. Salam, Avtostop efirdədir. Adım Turaldır. Siz Avtostopa Performans Center'ın baş sponsorluğu Q8 mühərrik yağlarının sponsorluğu ilə baxırsınız. Bugün Avtostopun 50-ci və 2012-ci il üçün son buraxılışıdır. Bugünkü verilişdə biləcəksiniz. Bir neçə saatdan sonra ölkəmizdə 2012-ci ili yola salacaqlar. Bəs 2012-ci il bizim sürücülər üçün nə ilə yadda qalıb? Cərimələrin artması və qəzaların azalması ilə biləcəksiniz Avtostopda. 2012-ci ilin hesabatına aparırıqsa, ilk olaraq yanvar ayında yol hərəkəti haqqında qanuna edilmiş dəyişikliklərin bir qisminə nəzər salmaq lazımdır. Əsas dəyişikliklərdən biri elektron xidmətlərin tətbiq olunmasıdır. Düzdür, bu elektron xidmətlər hələ ki reallıqda tətbiq olunmur. Amma bir sıra dəyişikliklər çox uzaqda deyil. Bu yaxınlarda reallaşdırılacaq. Amma nə əvvəllər yox idi ki, bu sonradan peyda oldu. İlk olaraq 2011-ci ildə cərimələrin onlayn ödənişi Daxili İşlər Nazirliyinin saytında daha da təkmilləşərək balların öyrənilməsi sistemi yaradıldı. Daha sonra avtomobillərin ilkin qeydiyyatı, təkrar qeydiyyatı və texniki baxışdan keçmək üçün elektron ərizələr yaradıldı. Qeyd etdiyim kimi, hələ ki bu sistem çalışmır. Çalışdığı anda nələr olacaq? Beləliklə, siz avtomobilinizi qeydiyyata qoyduğunuz zaman ərizəni elektron qaydada dolduracaqsınız və uzun növbələrdən azad olursunuz. Həmçinin bu, texniki baxışa da aiddir. Texniki baxışa getməzdən əvvəl avtomobiliniz haqqında məlumatları texniki baxış məntəqəsinə göndərməklə öncədən özünüzə rahat bir zaman seçərək həmin vaxtı texniki baxışdan keçə bilərsiniz. Daha bir maraqlı məqam isə elektron qaydada sürücülük vəsiqəsi üçün ərizənin verilməsidir. Beləliklə, elektron qaydada siz ərizə doldurub imtahan vermək vaxtınızı elə elektron qaydada öyrənəcəksiniz. Elektron hökumət çərçivəsində bu qanuna daha bir dəyişiklik edilərək elektron qaydada protokolların tətbiq olunması oldu. Beləliklə, sürücü yolda inzibati pozuntu edərsə, onun haqqında o olmadan belə protokol tərtib oluna bilər.
İnzibati Xətalar Məcəlləsinin 410-1-ci maddəsinə əsasən xüsusi texniki vasitə ilə şəkliniz çəkilir, elektron qaydada protokol tərtib olunur və sizin ünvanınıza göndərilir. Daha bir dəyişiklik isə vətəndaşın radara düşən zaman xəbərdarlıq edilməsi ilə bağlıdır. Beləliklə, gələcəkdə siz radara düşəndə bu barədə sizə xəbərdar edici SMS gələcək. 2012-ci il yol hərəkəti təhlükəsizliyi üçün yenə əlamətdar oldu. Yol patrul xidməti haqqında təlimata dəyişiklik edilərək, yol polislərinin avtomobillərində kamera, üzərlərində isə mikrofon quraşdırılmağa başladı. Ümumiyyətlə 2012-ci ildə bizdə cərimələr 2 dəfə artdı. Cərimələrin 2 dəfə artmasından əlavə qaydalar da dəyişdi. Yol nişanları və radar nişanının olması ərazisi. Qaydalarda hansı dəyişikliklər oldu? Xronologiyaya diqqət edək. Cərimələr isə 2012-ci ildə düz 2 dəfə dəyişdi. Azalmadı, əksinə artdı. İlk olaraq təhlükəsizlik kəməri 20 manatdan 40 manata qədər artırıldı. Daha sonra cərimələrin minimum və maksimum həddi ləğv olunaraq maksimum həddi saxlanıldı. Qoşa xəttin tələbini pozanlar, içkili surətdə avtomobili idarə etməyə görə və piyadaların cərimələri artırıldı. Lakin bundan sonra bir sıra qəzalar azalsa da ümumi tendensiya qalırdı və 2012-ci ildə cərimələr ikinci dəfə artırıldı. Bu dəfə piyada keçidində piyadaya yol verməyən, sürət həddini aşanlar, qırmızıda keçənlər üçün cərimə artırıldı. Həmçinin içkili surətdə avtomobil idarə edənlər üçün cəzalar daha da sərtləşdirildi. Əvvəllər içkili idarə etməyə görə 5 bal, sonra 6 balla canlarını qurtarırdılarsa, bu dəfə 300 manat cərimə və ya 1 illik sürücü hüququndan məhrum olunma tətbiq olunmağa başladı. Həmçinin sürət həddi 10-30 aşmaq deyil, 10-20, 20-40, 40-60 və 60-dan çox olaraq bölündü. Beləliklə, cəzaların sərtləşməsi məntiqlə qəzaların sayını azaltmalı idi. Azaldı mı? Həmçinin 2012-ci il qəzalarla yadda qaldı. Qəzaların sayı keçən ilə baxanda bir qədər az oldu, amma ölüm sayı daha çox oldu. Bu isə texniki məqamlarla bağlıdır. Çünki bizim sürücülər nə airbaglə avtomobil idarə etməyi xoşlayırlar, nə də ki avtomobil idarə edəndə kəmər taxırlar. Azərbaycanda bu ilin 11 ayında 2706 yol qəzasında 1065 nəfər ölüb, 2845 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. 2011-ci il ərzində isə 2890 hadisə baş verib ki, keçən il 1016 nəfər həlak olub, 3031 nəfər xəsarət alıb. Keçən ilə baxanda qəza sayı azalıb, amma ölüm və xəsarət alma faktları artıb. Bunun bir səbəbi çox güman ki, sürücülərin və sərnişinlərin təhlükəsizlik kəmərindən istifadə etməməsidir ki, onun nəticəsində ölüm sayı azalmır ki, artır. Statistikaya görə qəzaların 1011-i toqquşma, 307-si aşma, 317-si maniyəni vurma, 964-ü piyada vurma oldu. Qəzaların 800-ü sürət həddinin aşılması, 713-ü ötmə qaydalarının pozulması, 231-i yol ayrıcı keçmə qaydalarının pozulması, 250-si piyadaların təqsiri səbəbindən baş verib. Hesabat dövründə 106 qəza avtobusların, 55 qəza isə motosikletlərin iştirakı ilə baş verib. Ötən dövrdə qeydə alınan yol nəqliyyat hadisələri zamanı 72 uşaq ölüb, 232 uşaq xəsarət alıb. Bu ilin 11 ayında sərxoş sürücülər tərəfindən 88 yol qəzası törədilib. Nəticədə 41 nəfər ölüb, 97 nəfər xəsarət alıb. 2012-ci il bu cəhətdən əlamətdar olmadı. Yollarda itkilərimiz artdı. 2012-ci il yada salarkən sürücülər üçün daha bir maraqlı fakt baş verdi. Radar haqqında nişanların tətbiqi. Yeni qanuna əsasən sürət ölçən radarlar, informasiya lövhəciyi və ya maksimum sürətin məhdudlaşdırılması yol nişanının təsir dairəsində quraşdırılmalıdır. Həmçinin yol kənarına çəkilən sarı xətt dayanma durma qadağandır nişanı olmadan qüvvədə olmur. Yəni orada saxlamaq olar. Yeni ildə yolda ehtiyatlı olun. 2013-cü ilin uğurlu olmasını istəyirsinizsə, o zaman Performance Center'dan Chevrolet avtomobilini əldə edə bilərsiniz. Həmçinin avtomobilinizin mühərrikinin uzun ömürlü olması üçün məhz Q8 mühərrik yağlarından da istifadə etməyiniz məsləhətdir. Performance Center'dan yeni il hədiyyələri 31 dekabr tarixinə qədər Chevrolet Aveo alana 1200 manat, Cruze və Orlando alana 1500 manat, Malibu və Captiva alana isə 2000 manat hədiyyə.
fasiləsiz təklif davam edir. Buna inan. Telefon 1633 və ya 012 050 433 48 88. Chevrolet. Q8 mühərrik yağı neftlə zəngin Küveytin xam malı əsasında hazırlanan yüksək keyfiyyətli mühərrik yağıdır. Təmiz keyfiyyət sloqanı məhz Q8 yağı üçündür. Q8 mühərrik yağı avtomobilinizin mühərrikini artıq işləmədən yanacaq sərfiyyatından qoruyur, mühərrikin ömrünü uzadır. Q8 mühərrik yağları Küveytin xam nefti əsasında Avropada istehsal olunur. Q8 mühərrik yağlarının istehsalçıları üçün sizin razılığınız önəmlidir. Daha ətraflı məlumat almaq üçün zəng edin 055 560 08 08 və ya Q8 mühərrik yağının nişanı olan yağ dəyişmə məntəqələrinə mütləq müraciət edin. Q8 mühərrik yağları, təmiz keyfiyyət. Bir çox bilən çox qazanar. Yaxşı hədiyyə qazanmaq istəyirsinizsə avtostopdan, bu zaman mənim verdiyim suala hamıdan tez və düzgün cavab göndərmək lazımdır. Bax, indi bir sual səslənəcək. Bu sualın cavabını 8155-ə hamıdan tez və düzgün göndərən şəxs bizdən hədiyyə qazanacaq. Diqqət, sual. Bu nişanın mənası nədir? Düzgün cavabı 8155-ə SMS-lə hamıdan tez və düzgün göndərən şəxs bizdən hədiyyə qazanacaq. Verilişin baş sponsoru Chevrolet avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi Performans Center şirkətidir. Verilişin rəsmi dəstəkçisi 65155 zəng və 8155 SMS yol məlumat xidmətidir. Verilişin rəsmi sponsoru Q8 mühərrik yağlarıdır. Performans Center'dan yeni il hədiyyələri 31 dekabr tarixinə qədər
Chevrolet Aveo alana 1200 manat. Cruze və Orlando alana 1500 manat. Malibu və Captiva alana isə 2000 manat hədiyyə. Fasiləsiz təklif davam edir. Buna inan. Telefon 1633 və ya 012 050 433 48 88. Chevrolet. Q8 mühərrik yağı neftlə zəngin Küveytin xam malı əsasında hazırlanan yüksək keyfiyyətli mühərrik yağıdır. Təmiz keyfiyyət sloqanı məhz Q8 yağı üçündür. Q8 mühərrik yağı avtomobilinizin mühərrikini artıq işləmədən yanacaq sərfiyyatından qoruyur. Mühərrikin ömrünü uzadır. Q8 mühərrik yağları Küveytin xam neft əsasında Avropada istehsal olunur. Q8 mühərrik yağlarının istehsalçıları üçün sizin razılığınız önəmlidir. Daha ətraflı məlumat almaq üçün zəng edin 055 560 08 08 və ya Q8 mühərrik yağının nişanı olan yağ dəyişmə məntəqələrinə mütləq müraciət edin. Q8 mühərrik yağları, təmiz keyfiyyət. Verilişin baş sponsoru Chevrolet avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi Performans Center şirkətidir. Verilişin rəsmi dəstəkçisi 65 155 zəng və 81 55 SMS yol məlumat xidmətidir. Verilişin rəsmi sponsoru Q8 mühərrik yağlarıdır. Bəli. Aleykümselam. Buyurun, eşidirəm. Sizə etibarnamə verilib də, düzdürmü? Siz əslində avtomobilin sahibi sayılmırsınız. Həbs qoyula bilər, çünki sizə etibarnamə veriləndə onun həbsinin olub-olmaması yoxlanmır axı. Və ümumiyyətlə nəqliyyat vasitəsinə həbs verilməsinin texasmotor, yəni texniki baxışı heç bir aidiyyatı yoxdur. Bəli, mütləq ödənməlidir. Ya siz, ya da o. Siz sağ olun, minnətdaram. 65 155 zəng, 81 55 SMS yol xidməti. Siz 65 155-ə 050 və 070 abunələri zəng edərək yol hərəkəti ilə bağlı suallarınızı mənə ünvanlaya bilərsiniz. Həmçinin 81 55-ə bütün mobil operatorlardan öz sualınızı SMS ilə yazıb göndərsəniz, məndən SMS ilə cavab alacaqsınız. Həmçinin 81 55-ə sürücülük vəsiqəsinin seriya nömrəsini göndərməklə nə qədər cəriməniz var, ondan da xəbərdar olacaqsınız. 65 155-ə zəng edirsiniz 050 və 070 abunələri, 8155-ə SMS yazırsınız. Alo. Şaxta baba, şaxtacan, hardasan bu vaxtacan? Hədiyyə ver... Ozal, düz demirsən. Bilirsiniz ki, Şaxta babanın xizəyində marallar olur. Düz demirsiniz Aytan xanım. Sözalın rubrikasının bugünkü sorğusu Şaxta babanın xizəyini çəkən marallarla bağlıdır. Daha doğrusu onların sayı ilə bağlı. Görək şəhər sakinlərimiz bundan xəbərdardırlarmı? Sən de görüm Şaxta baba görmüsən? Hə? Heç olmasa başımı yerlə, mən bildim ki, hə, yox deməkdir o. 8 dənə də var. 8 dənə. Və siz necə düşünürsünüz? Ümumiyyətlə Şaxta baba inanmıram, ancaq 12 dənə olmalı səviyyəndə. Şaxta babanın xizəyində 4 maral. Bunu hardansa oxumusunuz yoxsa belə özünüz? Yox, telefon. 4 dənə olar. Olar deyirsiniz. Hə. Belə oxumamışsınız sən? Yox. Bəs belə Şaxta babanın varlığına inanırsınızmı? Əlbəttə ki, var. Şaxta baba gələcək, Şaxta gətirəcək. Oldu, çox. Bilirsiniz Şaxta babanın xizəyində neçə maral olur? Nəyi var? Xizəyi olur, Şaxta baba. Hə. Onda neçə maral olur? Yox, bilmirik. Kitab oxumuyorsunuz. Kitab oxuyuruq. Bəs siz necə bilirsiniz? Bilmirik də, vaxtımız yoxdur kitab oxumağa həm də ki. Belə orijinal Şaxta baba yox. Maral это что? Откуда я знаю? 12 dənə. Nə qədər istəyirsən? Yox, 4. 6-8. Neçə maral olur? 1 olur da deyəsən. Bir maral burada Şaxta babana tanışır. Bilmirəm.
Şaxta babanın bir dənə maralı olur, o da qarğız. Двое. Neçə? Две. 2 dənə. Bəlkə artırar. Не знаю. Сейчас я подумаю немножко. Шахта бабанın xizəyi. Şaxta baba gedir, yanına marallar qoyur. Maral üstündə. Олени. Onun sayı. Alenin sayı. Şaxta babanın yanında alen olur. Şaxta babanın xizəyi olur, xizəyi. Yukarı. 4. 4 tane. Hanım içindən qalxıda olur. Bəlkə biraz daha. Не, 4. Peki. Çok sağ olun. Все. Это сейчас. Да, что? Xəzər TV. Или 6. 5. Ну, я не знаю. Раз, два, три. Нет, 6. Все, я решила 6. Но я представила раз впереди, потом еще в середине, еще сзади двое. Знаете, у него легкий мешок. Знаете почему? Потому что хороших девочек и мальчиков очень мало осталось. А он только хорошим девочкам и мальчикам подарки дарит. Deyəsən 6. 6. Eşitmişəm. Yox. Neçə maral çəkir? 8. Görmüsünüz heç o? 1. Bəs necə bilirsiniz? Televizorda göstəriyorlar ya, onun için. Televizorda göstəriblər ki 8 dənə maral var. Ya, öyle görmüşüm. Bilmirəm. 4. 4? Görmüsünüz? Yox. Bəs nə bilirsiniz? Atdım. Bura insanlar ancaq yemək üçün gəlir. 2. 2. Bəs siz? Yadımda değil. Doğrudan. Yok. Nə bilim 4 dənə, 5 dənə. Sən deyə bilərsən. Mikrofonumuzu yedi. Hamısı deyirəm. Hamısı? Maral nədir ki? 2 maral var, 4 dənə. 2. Ya da 4. Ya da 4. Biraz varsa 6. Harada işiniz olur? Kinolarda, cəci filmlərdə görmüşəm. 2 maral olar. Hardan bilirsiniz? Yadımda qalanı. Görmüsünüz heç real? Multiplikasiyalarda görmüşəm. Teşekkür ederim. Sağ olun. 8. Riyazi hesaplamalara əsasən. 4, 4, 9. Hə? Niyə? 4 belə, bir dənə verici də qabaqda. 9. 9 da. Hə, səhvdir. Səhvdir. Bilmirəm. Filmlərdə ola bilər. Neçədən alır oradan? De bu bilər. Neçədən alır? Hoş buldum. Ya mikrofonumuzu çəkin. 4 dənə. 4'tü bence. Noel Baba'nın kızlarını soruyorsunuz. Yok, marallar. Marallar, ceylanlarını. Ne olur diyorsunuz? Kaç tane olur? 6 tane. Nereden biliyorsun? Resimlerde öyle görmüştüm. Evet. Şaxta babanın xəzəri 1 maral olurdu. 2 maral qoşulub gedir də, 2 maral. 2 maral. 2 maral. Harada görmüşsünüz? Harada? Şaxta baba olanda da, harada ya? 2. Baxın indi Şaxta babaya. Şaxta baba nəyinə bax? Eləsi var cavanda, eləsi var qocadır. Qoca olanda çox olur. Hə. Harada bilirsiniz bunu? Çünki yaş ötdükcə marallar çoxalır olur. Siz neçədən olur? Где-то примерно 6, да, кажется? 6 штук. Hardan bilirsiniz? Я просто посчитала. Bu arada saç düzümümüzə görə Cəfərxanda 28 ünvanında yerləşən AMK kişi salonuna təşəkkür edirik, xüsusən də Usta Araza. Saymamışam. Saymamışsınız? Ümumiyyətlə heç diqqət eləməmişsiniz filmlərdə? Baxır imkanına da. 6. Nə cür 6? Bilmirəm. 6 hər halda, dəqiq bilmirəm. Aha. Hər halda deyil. 13'ten olmalıdı məncə. Biri qabaqda, 12'si arxada. 4. 4. Nə cür olur? No, gücü çatır da 4. Neçə maral çəkir? Şaxta babanın xizəyində maral nə edir ki, vəbşə? Valla fikir verməmişəm. Amma 4 olmalıdır. Sən yorumsan? Təbii. Təbii Şaxta babanı yorumsan. Maskalanmış belə. Ha.
Sual necə idi? Salam. Salam. Deyə bilərsiniz Şaxta babanın xizəyini neçə maral çəkir? 6 ya da 8. 6. 6. Bunu kitablarda oxumusunuz yoxsa elə variant kimi atırsınız ki, tutar mı? Xeyr, variant kimi atmıram. Bilirsiniz Sənin yaşın qədər də yox, bir 5 dəfə sənin yaşından çox belə şeyləri oxumuşuq biz. Çox sağ olun. 6 da olur. Neçə maral olur? 1 olur da deyəsən. Bilmirəm. 6. Dəqiq bilirsiniz, yoxsa Xeyr. variant atırsınız? Yox, variant atıram. Variant atırsınız. Oxumamısınız sarıya? Oxumamısınız bunu hesabda? Xeyr. Adın nədir? Məryəm. Məryəm, deyə bilərsən Məryəm qaçdı. Verilişin baş sponsoru Chevrolet avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi Performans Center şirkətidir. Verilişin rəsmi dəstəkçisi 65155 zəng və 8155 SMS yol məlumat xidmətidir. Verilişin rəsmi sponsoru Q8 mühərrik yağlarıdır. Performans Center'dan yeni il hədiyyələri 31 dekabr tarixinə qədər Chevrolet Aveo alana 1200 manat, Cruze və Orlando alana 1500 manat, Malibu və Captiva alana isə 2000 manat hədiyyə. Fasiləsiz təklif davam edir. Buna inan. Telefon 1633 və ya 012 050 433 48 88. Chevrolet. Verilişin baş sponsoru Chevrolet avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi Performans Center şirkətidir. Verilişin rəsmi dəstəkçisi 65155 zəng və 8155 SMS yol məlumat xidmətidir. Verilişin rəsmi sponsoru Q8 mühərrik yağlarıdır. Salam, Qadın İşi rubrikamız efirdədir. Bugün söhbətimiz avto yuyulmadan gedəcək. Avtomobilimizi yuduzdurarkən hansı məqamlara diqqət etməliyik? Sizə praktik və sınaqdan keçmiş bəzi məsləhətlərimiz var. Avto yuyulmaya göstərdiyi münasibətə görə sürücülər iki kateqoriyaya ayrılır. Birinci kateqoriyada olan sürücülər avtomobili vintlərinə qədər yuduzduran sürücülərdir. İkinci kateqoriyada olan sürücülər isə özləri avtomobilin çirkinə bulaşana qədər yuyulmanı təxirə salırlar. Elə yuyulma məntəqəsində də sürücülər özlərini iki cür aparırlar. Kimisi avtomobili işçilərə təhvil verib kofe və çay içməyə gedir. Kimisi isə yuyulma məntəqəsində qalıb bütün xırdalıqlara qədər nəzarət edir. Bilmirəm siz hansı kateqoriyaya aitsiniz. Ancaq onu bilirəm ki, avto yuyulmada daha çox aldadılan elə qadınlar olur. Nəzarət elə şəkildə qurulmalıdır ki, kaprizli statusuna layiq olmayasan, amma avtomobilin də necə gəldi ayaqüstü qulluğuna görə pul ödəməyəsən. Ən ideal variant yüksək keyfiyyətli texnika ilə təchiz olunmuş avto yuyucu tapmaq olar. Əgər müstəqil şəkildə belə bir yuyucu tapmadınızsa, onda park etmədəki qonşularından belə bir yuyucu haqqında maraqlana bilərsən. Bəlkə də bu yolla avto yuyulmada ən yaxşı işçinin növbəsinə təsadüf edə bilərsən. Əslində avtomobili kontaktsız yuyulmaya vermək daha yaxşıdır. Bu üsul avtomobilinizi cızılmadan qoruyacaq. Yuyucuya gəlməmişdən əvvəl qərar verin. Avtomobilinizi necə yuduzduracaqsınız? Şampunla ya şampunsuz avtomobilin qapı kəndarlarında yuduzduracaqsınızmı? Qərar verin. Avtomobilin salonu təmizlənəcəkmi? Bagajınızda hansısa bir əşyanın qalmadığından əmin olun. Elə bagaj demişkən, bagajı da təmizlətsəniz pis olmaz. Siz elə bilirsiniz ki, işçilərə sadəcə avtomobili yuyulmaq üçün təhvil vermək yetərlidir? Əsla. İlk növbədə avtomobilin içərisində olan bütün ayarların necə qalması barədə işçiyə məlumat verin. Avtomobilin necə yuyulacağı barədə əvvəlcədən razılaşın. Maşının problemini, nasaz yerləri barədə onlara məlumat verməlisiniz. Əks halda onlar nəyisə lüzumsuz yerə yuya və ya çirkli saxlaya bilərlər. Yuyulmayan halda siz zaman və əsəblərinizi gərəksiz yuyulmaya görə pulunuzu xərcləmiş olarsınız. Xanımlar, diqqətli olun. Avtomobildə elə hissələr var ki, işçilər bu yerləri çox vaxt sonacan yumurlar və ya qurutmurlar. Avtomobil üçün yuyulma məntəqəsini seçəndə diqqətli olmaq lazımdır. Həmin məntəqənin böyüklüyünün əhəmiyyəti var. Çünki böyük məntəqələrdə daha çox kapital qoyulur və oradakı yuyucuların səriştəsi daha yüksəkdir.
mütləq fikir vermək lazımdır ki, oradakı adamların səliqəsi necədir və hansı avadanlıqları var. Buradan mütləq parla yuma, təmizləmək üçün pilisosun olmasına fikir vermək lazımdır. Bundan əlavə, xüsusi dərini təmizləmək üçün, sonra oturacaqları təmizləmək üçün xüsusi mayiələrin olub-olmamağına fikir vermək lazımdır. Buna bəzən kimyəvi təmizləmə elementlərinin hamısının olmağı vacibdir. Bundan əlavə, maşını yuma məntəqəsinə verməmişdən əvvəl mütləq diqqətli olun. Onun içərisində çalışın ki, heç nə qalmasın. Bəzən görürsən ki, xanımlar oturduqda oturacağın aralarına, hansısa gizlin bir yerlərə, ola bilsin ki, qiymətli bir şeylər düşür, hansısa bijuteriya düşür və ya pul düşür, telefon düşür. Mütləq baxmaq lazımdır ki, oralarda heç nə olmasın. Çünki sonradan yəni bunun sizin orada düşürməyiniz və ya düşürməməyiniz haqqında sübut etmək biraz çətin olacaq. Bundan əlavə, yuyulmada baxmaq lazımdır ki, yuyulan, yəni su, istifadə olunan su normal sudur. Bəzən bir neçə dəfə dövrdən keçmiş sulardan istifadə olunur ki, onların da şoranlığı artmış olur və o da avtomobilin üzərində sonradan izlər bıraxır. Əmin olun ki, tam yuyulmayan hissələr korroziyaya gətirə bilər. Əgər avtomobilin künc yerlərinə antikor maddə çəkilməzsə, korroziya biriki ilə bu avtomobili yararsız hala salacaq. Əslində yaxşı yuyulmayan və ya yaxşı qurudulmayan avtomobillərinizin də müəyyən müddətdən sonra adi dəmir parçasına çevrilmək ehtimalı var. Korroziyadan qorumaq üçün avtomobilinizi nəzərə almalısınız ki, avtomobilə müəyyən antikor maddələr vurulur. Etiraf eləməliyik ki, palçıqlı küçələrimizin çirkləri də avtomobilimizin korroziyaya uğramasında böyük rol oynayır. Keçək qurudulmaya. Avtomobilin tam qurudulmasına fikir vermək lazımdır. Əgər avtomobil tam qurudulmazsa, qalan su sonradan korroziyaya səbəb ola bilər və avtomobildə çürümələr olur. Bəzi hallarda biz onu gözümüzlə görənmirik, harada su qalıb, su qalmayıb. Ona görə də biraz diqqətli olmaq lazımdır. Qapıları açıb onların arasına, bagajnik qaldırıb qapağın görünməyən hissələrdən baxmaq lazımdır ki, həmən hissələrdə su qalıb, yoxsa qalmayıb. Əgər su qalıbsa, xahiş etmək lazımdır ki, onu təzəldən qurulasınlar. Ümumiyyətlə, avtomobillərə korroziyanın qarşısını almaq üçün antikor materiallardan istifadə olunur. Amma müasir avtomobillərin əksəriyyətində bu maddələr zavod tərəfindən onun üzərində gəlir. Ona görə də əlavə maddələrin vurulmasına ehtiyac yoxdur. Əgər yox, avtomobilin qoruyucu qatında hansısa problemlər əmələ gəlmişdirsə, onda onu düzəltmək lazımdır. Ondan çox xüsusi maddələr var, onlar üçün. Qış yuyulmasında, əgər qış vaxtı bizim yollarımıza xüsusi sorbentlər tökülürsə, həmən sorbentlər avtomobildə korroziyanı gücləndirə bilər. Ona görə də əgər biz qışda buzlu havalarda sürdüksə və həmən sorbentli yollardan getdiksə, onu mütləq qısa bir müddətdə təmizləmək lazımdır və onun təmizlənməsinə biraz artıq su sərf etmək lazımdır ki, qalmasın və qış vaxtı qurullama məsələsinə daha diqqət yetirmək lazımdır. Çünki qurullama əgər normal aparılmazsa, korroziya daha çox gedər, çünki su yayda tez buxarlanır, qışda isə o gec buxarlanır. Əziz xanımlar, sadalanan tövsiyələrə qulaq atsanız, gələcəkdə müəyyən problemləri yaşamaqdan azad olacaqsınız. Bəzi hallarda isə biz bahalı oyuncağımıza xüsusi diqqət etməliyik. Demək olar ki, bütün yuyulma məntəqələrində avtomobil əllə qurudulur. İşçilər xüsusi fırçalarla suyun artıq hissəsini kənara atır, daha sonra parça ilə qurulamağa başlayırlar. Bu elə də yaxşı yol deyil. Bəzən bu cür qurulamada avtomobil tam qurumur. Buna səbəb həm də xanım sürücünün utanaraq maşını tam sindirməyə təkid edə bilməməsidir. Xəbəriniz olsun ki, avtomobil böyük fenə bənzər elektron qurutma maşınlarında qurudulmalıdır. Bu qurudulma prosesi kapotdan bagaja qədər hərəkət edir. Güclü isti hava axını avtomobili istənilən hissəsinə və boşluqlarına qədər qurudur. Bu cür qurudulma daha yaxşı yoldur. Çünki tam qurulmayan avtomobil hissələri qış vaxtı dona bilər. Misal üçün, yaş rezin qapının boşluqları buz bağlaya bilər. Bu cür qapını açmaq üçün isə bir xeyli əziyyət çəkməli olacaqsınız. Əslində bu yerlərə, yəni boşluqlara xüsusi silikon spreylər vurulur. Avtomobilin açar və dəstək yerləri donmasın deyə bu yerlər əvvəlcədən xüsusi isti hava ilə qurudulur. Bir də son olaraq onu deyim ki, özünüzü oğurluq hadisəsindən sığortalamaq üçün bütün əşyalarınızı özünüzlə çantada götürün və ya avtomobilinizdə olan video qeydiyyatçını işlək buraxın. Teleməkanda qadın sürücülərə yardım olmaq işində ilk və tək olan Qadın İş rubrikası gələn həftə qonağımız olacaq.
Music instructor. Havalar soyuduqca avtomobildə təkərlə yanaşı yağ dəyişməyə də fikir vermək lazımdır. Çünki mühərrik yağı avtomobilin normal və yaxşı işləməsinin təminatçısıdır. Yağla mühərriyi korlamaq olmaz. Əgər bu mühərrik yağı vaxtında düz seçilibsə. Yağ seçimi hər zaman çətindir. O qədər çətindir ki, modabaz insanın geyim seçməsinə bənzəyir. Bazarda müxtəlif yağlar var və siz hansı yaxşıdır sualına cavab axtaracaqsınız. Əslində Q8 mühərrik yağları elə sizin üçündür. Mühərrikin ömrünü uzadan və təmizləyən Q8 mühərrik yağlarını seçsəniz, siz yanılmayacaqsınız. Bəs yağı necə seçmək lazımdır? Marka məsələsində məsləhət verdim. Q8 mühərrik yağı. Lakin qonşumuz da bu yağdan tökür deyə yağ istifadə edilə bilməz. Hər bir mühərrik üçün xüsusi parametrli yağlar var. Q8 mühərrik yağı seçərkən onun parametrlərinə fikir vermək lazımdır. Hər mühərrik yağının istismar şəraitindən, ilindən və hətta iqlimindən asılı olan yağlar mövcuddur. Avtomobilinizə hansı parametrli yağ lazımdırsa, bu zaman avtomobilin istismar kitabçasına nəzər salın. Kitabçanı itirmisinizsə, təbii 90% də bu belədir. O zaman internetə daxil olub avtomobiliniz üçün lazım olan parametrli yağı da seçə bilərsiniz. Q8 mühərrik yağlarının rəsmi web səhifəsində avtomobilinizin parametrlərini daxil etməklə düzgün yağ seçməyiniz mümkündür. Yağların parametrlərini onun üzərində olan rəqəmlərlə bildirirlər. Bu rəqəmlər yağın sıxlığını göstərir. Adətən görmüsünüz, yağın üzərində ingilis əlifbasının W hərfi olur. Bu winter, yəni qış deməkdir. İlk rəqəm qışda minimum dərəcəni göstərir. Lakin bu zaman xüsusi formulla 35-i çıxmaq lazımdır. Məsələn, 5W20-dirsə, bu zaman bu yağ mənfi 30 dərəcə soyuqda rahat işləyə bilər. İkinci rəqəm isə yayda işləmək temperaturunu göstərir. İndiki mövsümdə ikinci rəqəmə deyil, W hərfindən öndəki rəqəmə fikir vermək lazımdır. Əgər qış aylarında avtomobil xüsusi qapalı dayanacaqda dayanırsa, bu zaman yağı çox aşağı temperaturda seçmək məsləhət deyil. Həmçinin açıq havada duran avtomobil üçün də bu keçərlidir. İstehsalçının icazə verdiyi parametrlərə uyğun olaraq ortaq bir yağ seçin. Bəs nə üçün yağın düzgün seçilməsi belə vacibdir? Məsələn, mühərrik hardan bilir ki, onda nə yağıdır? Təəccüblüdür, amma mühərrik bunu hiss edir. Düzgün seçilməyən yağda ən yaxşı halda yanacaq sərfiyyatı artır, ən pis halda isə mühərrik sıradan çıxır. Düzdür, mühərrik birdən sıradan çıxan deyil, amma mən sizə belə bir risk etməyi tövsiyə etməzdim. Əgər avtomobilinizin ürəyi üstəlik cavan deyilsə. Çox təəssüf ki, bizdə mühərriklərin yaşı çox deyil. Mühərrik yağı seçən zaman avtomobilinizə uyğun parametrli Q8 mühərrik yağını seçin. Verilişin baş sponsoru Chevrolet avtomobillərinin Azərbaycandakı rəsmi nümayəndəsi Performans Center şirkətidir. Verilişin rəsmi dəstəkçisi 65155 zəng və 8155 SMS yol məlumat xidmətidir. Verilişin rəsmi sponsoru Q8 mühərrik yağlarıdır. Salam, mən Aqil Rəhimov, DJ Turala maşın sürməyi öyrədirəm. Gedirik. Əgər anormal olursa yol, dönmə ışıqlarını yandırırıq sola, sonra güzgüyə baxırıq Tural, sonra kəskin hərəkətlərlə yol. Yox. Bax, indi bir balaca tormuz ayağımızı qoyuruq. Çıxmır ki heç? Yox. Təbii ki, edirəm. Gələn dəfə ki, çıxa bilər. Qazı böyle gedir. Yəni ki, indi. İndi bunu gəl şəhərdə belə sür. İndi biz sürəcəyik Tural. İndi Tural, bu prinsipləri həyata keçirsək, biz şəhərdə də arxan sürəcəyik. Gəlin şəhərə gedək Tural. Aqil müəllim, biz Performans Center'ın həyətindəyik və yenə də öz təcrübi avtomobil idarə etməyimizə davam edirik. Avtomobili işə salmaq lazımdır. Düzdürmü? Və ayağımız əyləcidə ola-ola əl tormozunu əl əyləcini aşağı salırıq.
Dönmə işıqlarını yandırırıq. Elə dönmə işıqla bağlı mən sizə bir sual vermək istəyirəm, Aqil müəllim. Hamı bilir ki, biz buradan sağa dönəcəyik, sola dönəcəyik. Çünki sağa buradan yol yoxdur. Eyni ilə dediyimiz gördüyümüz yerdə sağa dönəcəyik. İndi bir məqam var. Biz buradan hamı eyni istiqamətdə hərəkət edir. Biz ancaq buradan sağa gedə bilərik. Biz sağa dönmə işıqlarını yandırmalıyıq mı, Aqil müəllim? Necə bilirsiniz? Əlbəttə yandırmalıyıq. Niyə? Axı hamı bilir ki, biz əks istiqamətdə getməyik. Mən onu hesab edirəm ki, qoy eləyək onu. Başa düşürsən? Yəni ki, məsəl üçün, yandırmağın bir zərəri varmı? Xeyr, heç bir zərəri yoxdur. İndi biz burada hansı zolağı tutmağımız daha təhlükəsiz olar? Bu dəqiqə sol zolağı tutmaq daha təhlükəsizdir. Əgər siz uzaqlara baxsaq, görərsiniz ki, orada deməli yük avtomobili durur. Bəli. Burada yol təmirdədir. Yol təmirdədir. Fikir verirsiniz, məsələn, sağdakı avtomobil yenə də sağı götürdü, amma sonra da sizin götürdüyünüz... Gəldi, mənim zolağıma gəldi. Mənim zolağıma tam da keçmir. İndi ayaq torumuza qoy. Niyə? O qəfildən sola manevr edir. Fikir verin, o dönmə işıqlarını yandırmadı. Yəni, dönmə işıqlarının zərəri yoxdur, Tural. Yəni, dönmə işıqlarından... Deməli, mübahisəli yerlərdə əgər dəqiq bilmirsiniz, yandırın da sizdən nə gedir ki? Dönmə işıqlarını yandırırıq. Çünki sağ zolağı tuturuq. Sağ zolağı. Bu dairədir, düzdür, dairədə hər hansı zolağı tuta bilərsən. Amma özünüz mən dik deyir ki, sağ zolağı tuturuq. Sola baxın, problem var. Var. Bəli, var. Sola baxırıq. Baxdıq. Avtomobil yoxdur ki. Yox. Qaza veririk, rulu biraz əlləyirik. Burada ehtiyatlı olun, ehtiyatlı. Gəlin saxlayaq, Saxladıq. Bax, Tural, sizin sualınıza bir də cavab. Biz bu piyadanı buraxmalıydık mı? Yox. Yox, çünki piyada keçidi var idi əslində. Amma biz bilmirdik o qaçar, qaçmaz. Buraxdıq da bizdən nə getdik ki? Bayaqki sualınızın cavabı odur. Mən indi sağ zolağı tutmağım daha məsləhətdir, düzdürmü? Bəli. Çünki hava yağışlıdır. Yağışlı havada yolla avtomobilin təkərləri kontaktı çox zəif olur. Yəni sürüşmə yolu, tormuz yolu artır. Bax bu zaman məsələn havanın şəraitini nəzərə alsaq, yaxın vuran işıqlardan istifadə necə fikirləşirsiniz? Mənə elə gəlir ki, deməli siz bilirsiniz ki, qaydalar deyir ki, görüntü azaldıqda, 150 metrdən aşağı olduqda yandırmaq lazımdır. Mən belə hesab edirəm ki, bu dəqiqə yağışlı havadır, amma yağış artıq qurumağa gelir. Yəni görüntü o qədər pis deyil. Belə havada yağış təzə başladıqda və yaxud yağıb sonra dayandıqda deməli yaxın işıqları yox, məsləhətdir ki, qabarit işıqlarını və duman əleyhinə qabaq işıqları yandırmaq daha məsləhətdir. İndi isə biz tıxaca gəlib çatırıq. Tıxaca gəlib çatırıq. Gəlin bu hissəni bir analiz edək. Bu nə? Yolun daralması. Deməli bizim yol daralır, bizim zolaq daralır. Yol kimindir? Yol soldan gələnindir. Deməli, biz dönmə işıqlarını yandırmalıyıq, axı biz zolağı dəyişirik. Biz soldan gələn avtomobilləri buraxmalıyıq, buraxırıq. Deməli, özə Tural bir şey də deyim, qaz verin. Əgər daldan siqnallar yoxdursa, deməli, hər şey yaxşıdır. Yox, iş burasındadır ki, arxadakı nəqliyyat vasitəsi görür ki, qabağında təlim nəqliyyat vasitəsidir. Düşüb arxamıza və mən bilirəm ki, o bir neçə dəqiqədən sonra başlayacaq səbirsizcəsinə siqnal verməyə. Elədir, biz artıq öyrəşmişik. Biz öyrəşmişik, sadəcə görürsən ki, təlim şahisidir, deməli bunun içində xam sürücü oturub da, belə demək mümkündür. Özünü qoru, ehtiyatı əldən qalma. Bizim ara məsafəmiz... Ara məsafəmiz həmişə kimi ehtiyatlı olmalıdır. Ümumiyyətlə, bizim götürdüyümüz, quru havada da götürdüyümüz ara məsafəsi, biz elə ehtiyatlıyıq ki, elə yağışlı havada da onu kifayət edir. Nə qədərdir o ara məsafəsi? Ümumiyyətlə, ara məsafəsi şəhərdə ayaq torumuzda. Bax, fikir verirsiniz, ara məsafəsini biraz artıq qoyduq deyə. Bəli, gəldi girdi. Gəldi girdi. Aydın məsələdir. Amma yenə də, qarşıya da gedən avtomobilə, bizim sürətin 1/3 qədər, təxmini praktik onu göstərir ki, sürətin 1/3 qədər məsafə saxlamaq lazım. Nə demək istəyirəm? Məsələn, 30 kilometr getmirsinizmi? 3-ə bölün nə qədər edir? 10 metr. 10 metr, hə. 60-dan gedirsiniz, 3-ə bölün nə qədər edir? Bəlkə biz yolumuzu qısaldaq, tıxacın içinə girməyək, sağdan sonra yuxarı ilə gedək. Necə fikirləşirsən? Dönmə işıqlarını yandırırıq. Bəli. Sağ zolağı tuturuq, ayaq qoyuqlarımıza. Sağ zolağı tuturuq. Ondan sonra... Yoxdur ki. Yoxdur. Gaza bir balaca verir, arkada səbirsiz bir sürücü var. Bəli. Biraz sağa qaçırıq. Aha, avtomobil dayandı. Bax, sürəti azaldırıq. Dönmə işıqlarını yandırırıq, güzgünlə işləyirik, bir qapı aralı keçirik. Keçdik. Niyə bir qapı aralı keçirik? Siz bilirsiniz axı qaydalar deyir ki, qapıları qəfil açmaq olmaz. Tural, burada nə xəta var? Ayağınızı qoyun torumuza. Bu, deməli, yük maşında alınan adam çıxa bilər. O bir adamda gözləyir. Bəli. Deməli, nə edirik? Nəzarət olunan ətalət sistemi. Qazı artırırıq və ayağımızı torumuza qoyuruq. Biraz qəribədir. Yox, insan var, amma birinci qazı artırır. Niyə?
Nəsə eləsə ondan yan qaçmaq olsun deyə, hə? Yox. Belə yox. Qazı ona görə veririk ki, bizdə ətalət yaransın. Ki, sonra ayağımıza tormuza qoyanda, ayağımıza tormuza qoyanda, maşın tam dayanmaz. Bax, ayağımızı qoyduq tormuza. Bax, ayağımız tormuzdadır. Qadın qaçsa ayağımız tormuzdadır. Bəli. Acı qazı veririk. Sol zolağı tuturuq. Niyə? Sağ zolaq özünüz gördüyünüz ki, o qədər yaxşı vəziyyətdir. Qazdan yalnız çəkin. Burada xata nədir? Ağaçları görürsünüzmü? Bəli, onun arxasına adam keçə bilər. Və ildən ilə böyüdükcə daha yaşlı piyadaçını, daha böyük piyadaçını arxasında gizlədə bilərlər. Qazdan ayağımızı çəkirik. Niyə? Burada bitişik, məsəl üçün, ərazilər var. Maşın çıxa bilər. Bəli, çıxa bilər. Bax, qazı artırırıq, ətalət yaranır ki, sonra torumuza keçək, indi torumuza keçək. Və nəzarət olunan ətalətlə o insanın yanına. Bəli, orada yolun qırağı ilə körpə uşaqlarla gedirlər. Qaz verin. Mən elə gəlir ki, o valideynlər uşaqlarını sevmirlər. Çünki uşağı yol tərəfdən saxlamazlar. Bəli. Əldən çıxa bilər, birdən əldən çıxa bilər. Qaça bilər, neysə dalınca gedə bilər, quş uça bilər. Qaz verin. Deyir, çox bilən çox qazanar. Yaxşı hədiyyə qazanmaq istəyirsinizsə avtostopdan, bu zaman mənim verdiyim suala hamıdan tez və düzgün cavab göndərmək lazımdır. Bax, indi bir sual səslənəcək. Bu sualın cavabını 8155-ə hamıdan tez və düzgün göndərən şəxs bizdən hədiyyə qazanacaq. Diqqət, sual. Bu nişanın mənası nədir? Düzgün cavabı 8155-ə SMS-lə hamıdan tez və düzgün göndərən şəxs bizdən hədiyyə qazanacaq. Avtomobili aldıqdan sonra sizə bax belə bir tranzit nömrə verilir. Bu tranzit nömrə ilə siz avtomobilinizi mütləq qeydiyyata qoymalısınız. Tranzit barnamə ilə alqı-satqı eləməyin. Avtomobiliniz əlinizdən çıxa bilər. Bunu dəfələrlə demişəm. Amma təkrar qeydiyyat zamanı siz avtomobilini aldınızsa Allah'ım bağladı dedim. Tak. Avtomobil aldınızsa mütləq Biraz da. Başlayayım? Hə, işığım da gəlir. Keç oradan. Kadra girir. İçəri, oradan qabağa bax. Çıxacaq o. Mən düşmürəm. Yox, sən düşmürsən. Hayır, nə çıx? Sağ ol. Davayçı. Onun başı çıxır orada. Yazıq şah. Onda düz otur, qabağa bax. Şüşəsini qaldır, görsənməsin. Düz otur, çıxartma başını, çəkil. Yenə gəldilər. Bəlkə də elə bu, kruzun üzərində dayana bilər. Kruzu seçirik, bəgəndiysə, bəgəndiysə dedilər, bəgəndiysə nədir? Bizim seçəcəyimiz avtomobillərdən biri məhz bu kruzdur. Bax, bu kruzu seçirik. Əsas yola çıxırıq. İkinci dərəcəli yol həmişə baş yola baxanda ikinci təzədən çəkərsən, oldu. Yaxşı şahmatçıya bənzəyir. O bir neçə deməli əvvəlcədən ola bilən o bax bunu kəsərsən zəhmət olsa Tural. Hə, bax bunu bilən kəsərsən. Of, Tural. Biraz qaldır da o vərəqin yuxarısını qaldırdı. Axşam gecə saat 2-də yazanda belə olur. Heç vaxt fərqində olmur. Necə başlaya bilərəm? Əgər qətiyyətlə hansısa peşəyə kişilərin sahiblənməsi lazım bilinərsə, demək mütləq qadınlar bu sahəyə müdaxilə edir. Çaşdım. Təhlükəsizlik kəməri. Bizim sürücülər adətən təhlükəsizlik kəmərini təzdən nə qədər balınız var, o da cibinizə gələcək. Təzdən. Azərbaycan dilindən tərcümədə bəzi sözlər vardır ki, yox ya, Azərbaycan dilindən tərcümədə yox ya. Yol hərəkatı ilə bağlı bəzi terminlər var ki, onlardan çox az... Yol hərəkatı ilə bağlı... Güraz kömürün arxasında. Buradan yuxarı çək, hə. Yol hərəkatı ilə bağlı bəzi terim... Danışıram. Ozal yemək yeyir deyəsən. Yaxşı. Sözalan qrupu bugün haradadır, nə bilim,
Nə deyəcəkdim? Qapalı şəraitdə qalmaq, uzun müddət... İndi mən çaşdım. Avtoservisi ziyarət, həkimə ziyarəti taq. Bəzən isə tam narval. Turalda ya? Hə. Bunun yaşı üçün deyil. Tural, bunun yaşı üçün deyil. Yaşı üçün deyil. 18 kilogram deyil. Yox. Neçə kilogram? O 20-dir. O 20-dir, nə olur ki? Avtomobildə az yaşlının hansı təhlükələrlə üzləşəcəyi ilə bağlı Avtomobildə az yaşlının hansı təhlükələrlə üzləşəcəyi Əlini verir qabağıma. Əlini çox yuxarı qaldırmam, amma görsənmir. Bu da belə Avtostopun 2012-ci il üçün son 50-ci buraxılışına baxdınız. Mənim adım Tural idi. İnşallah gələn il görüşərik. Qismət olsa. Com música da valore, dona Lara Tatala, o pirma